Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi yeniliklərlə Ekonomiksin axşam buraxılışı efirdədir. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95%-nə şamil olunacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri İlham Mehdiyev, Prezident İlham Əliyevin imzaladığı əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamla bağlı danışarkən belə deyib. Bildirib ki, indeksasiya üçün hər ay 1,8 milyon manat əlavə vəsait fondun büdcəsindən ayrılacaq. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. Bununla yanaşı, sığorta olmaların fərdi hesabına qeydiyyata alınan pensiya kapitallarının da ötən ilin inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsi aparılacaqdır. İnflyasiyanın kifayət qədər aşağı rəqəmlə ifadə olunmasına baxmayaraq, yəni 2,4%lik bir göstəricilə ifadə olunmasına baxmayaraq, sistem hətta bu məbləğdən belə pensiya təsirlərini qorumağı hədəfləyir və biz ötən il qeyd etdiyim inflyasiya faizinə uyğun olaraq həm pensiyaların, həm də sığorta olanların fərdi hesablarında olan pensiya kartlarının indeksləşdirilməsini avtomatlaşmış rejimdə yekunlaşdıracaq. Ölkədə icbari sığortaya cəlb edilənlərin sayı artıb. 2014-cü ilin yanvar ayında 51 minə yaxın avtomobil icbari sığortalanıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,3% artım deməkdir. Bu dövr ərzində daxil olan sığorta haqlarının məbləği 3,7 milyon manat təşkil edib. Bu göstərici isə 4,7% çoxalıb. Ölkə vətəndaşlarının mobil nömrələrin daşınması xidmətinə marağı artıb, marağın daha da artacağını düşünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni xidmətin regionda ilk olaraq Azərbaycanda tətbiq edildiyini bildirib. Azərbaycan regionda ilk olaraq nömrə daşınmasının ideyasını irəli sürdü, ilk olaraq başladı buna, qanun bazasını hazırladı. Düzdür, bir neçə qonşularımız bunu çalışdılar, cəhd etdilər, başlasınlar. Biz daha zəruri avadanlıqlarla təchiz edilməklə daha önəmli başlayıb, düşünürəm qısa müddətdə Azərbaycanda daşınan nömrələrin sayına görə bütün qonşularımız da geridə qoyacaq, deyə bilərəm, irəliləyəcək. İrana qarşı tətbiq edilən sanksiyaların qismən aradan qaldırılması ölkəyə xarici sərmayədarların marağını artırıb. İlk investisiya yatıransa Fransa şirkətləri olacaq. Bizim istehsal gücümüzü və təcrübəmizi nəzərə alaraq xarici avtomobil konserləri üçün investisiya yatırımı üçün əla imkanlar açılır. Bu cür yatırımdan hər iki tərəf üçün mənfəətli olacağına əminəm. Yunanistan iqtisadiyyatı dirçəliş prosesi barədə müsbət impulslar verməyə başlayıb. Yanvar ayında son 5 ildə ilk dəfə olaraq sənaye aktivliyi indeksi 50 bəndli göstəricini keçib. Amma Yunanistanda böhran dövrünün sona çatmasından danışmaq hələ çox tezdir. Hazırda rəsmi Afina, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yeni kreditin alınması barədə danışıqlar aparır. Amerika Birləşmiş Ştatlarının aviasiya şirkətləri yanvar ayında 150 milyon dollarlıq qazançdan məhrum olublar. Buna səbəbsə, ölkədə hökm sürən əlverişsiz hava şəraitidir. Mass Flight agentliyinin yaydığı məlumata görə bu ilin ilk ayında 49 min uçuş təxirə salınıb ki, bu da 2013-cü ildəki göstəricidən 4 dəfə çoxdur. Bundan əlavə 300 min aviareys isə təxirə salınıb. Dünyanın fond birjaları fərqli dinamika nümayiş etdiriblər. Amerika indeksləri yenə yüksəlişdədir. Dow Jones, S&P 500 və Nasdaq 100 indeksləri təxminən 0,3% artıblar. Yaponiyanın Nikkei 225 dəyərini 1,2% itirib. Avropa birjalarında da eniş nəzərə çarpır. Almaniyanın DAX indeksi 1% düşüb. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,42% itki verib. New York Kontor birjasında hər raca çıxarılan light markalı neftin bir barelinin qiyməti $96.55 enib, yəni 0,16% itki verib. London birjasındakı Brent markalı neftin qiyməti isə 0,31% enib və indi $105.64 təklif edilir. Qızıl ucuzlaşıb, indi bu metalın bir unsiyası $1254'dır. Gümüş 0,1% bahalaşıb və $19.35 satılır. Platinin qiyməti $1372'dır. Palladium, mis və alüminiumda artım nümayiş etdiriblər.
Vahid valyutanın məzənnəsində isə eniş qeydə alınıb, indi avro-dollar 1.35-17-dir, dollar yen 101.28 səviyyəsində yüksəlib, funt sterling dollar isə 1.62-32-yə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Dollar 78 qəpik yarım, avro 1 manat 7 qəpik, Rusiya rublu 2,2 qəpik, Türk lirəsi isə 34 qəpik yarım. Bu qədər bugün olan əsas iqtisadi yenilikləri Ekonomiks'də təqdim etdik. Salamat qalın.